Mən övladlıq vermişəm qohumuma, öz övladını. İndi uşağın deyir 5 yaşı var. Mən onu indi ala bilərəmmi geriyə? Övladlıq veribsə demək ki, məhkəmə qərarı ilə yəni rəsmi qaydada. Bəli. Hər bir halda hüququdur, onu əsaslandırmalıdır. 5 ildir artıq məhkəmə qərarı ilə övladlığa verib şəxsə bu məsələlər mübahisəlidir və belə məsələlərdə daim uzun çəkişmələr və problemlər meydana gəlir. Və hər bir halda məsələ ilə bağlı məhkəməyə müraciət edə bilər müvafiq. Yəni ümumiyyətlə qaytarırlar məl olanda uşaq, yəni artıq deyək ki, onu ana görür. Onun hansı əsasları, yəni işin faktiki hallarını bilmirik. İşdə olan məsələlər, o əsaslandırmalar olmalıdır. Hansı sübutlara, hansı məsələyə əsasən o uşağı tələb edir. Yəni burada o məqamlar ki, ola bilər bu nəticəyə gəlib ki, uşağı geri almaq istəyirəm, onunla bağlı uşağın hüquqlarından pozulması var orada və yaxud da digər məsələlər var. O məsələlər hər birisi... Nüanslar önəmlidir. Bəli, bəli. Aydındır.